Gəncədə gecə saatlarında bizim ailə tun fabrikində dəhşətli yanğın olub. Hadisə yerinə dərhal yanğın söndürən briqadalar cəlb olunub. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə zamanı 1500 kvadrat metr sahədə olan müəssisə yanıb. Fabrikdə tez alışan materiallar çoxluq təşkil etdiyindən müəssisə qısa zamanda alovlara qərq olub. Yanğının söndürülməsinə ətraf rayonlardan da qüvvələr cəlb edilib. Yanğın tam söndürülüb, ölüm hadisəsi yoxdur.